mənim çox gözəl dostlarım da oturubdu, gözəl ziyalarımız da oturubdu, sənət adamları oturub, elm adamları oturub. Və xüsusən gənclərə üzümü tutub deyil. Süni intellektdən danışacağıq, amma bu aksiyomu qəbul edir, aksiyon kimi. Süni intellekt insanı əvəz eləməyəcək. O rutin yerlərdə demirəm və Allah eləsin, o ağır dəzgah arxasında, ya və yaxud da ki, məsələn, ev işlərində bu azad eləsin, onu demirəm. Yaradıcı insanlar əvəz eləməyəcək. Bu ancaq bizim intellektimizin, intellekt də təbii intellektində çoxlu mürəkkəbələr var da, komponentlər. Bunları gücləndirmək üçün. Yəni, onu əvəz eləmək üçündür. Bu yaxınlarda ayın 8-də bir beynəlxalq konferans vardı, təbabət üzrə. Və orada da mən bu sözü dedim. Dedim, heç bir cərrahı və yaxud da heç bir başqa həkimi, yaxşı həkimi süni intellekt əvəz eləməyəcək. Düz deyək, orada da qeyd olundu, əfsuslar olsun ki, bugün Azərbaycanda robot cərrahlığı yoxdur. Bir dənə də hələ əməliyyat olunmuyor, əfsuslar. Amma o robot cərrahlığının da başında insan durur, həmin cərrah durur. Və yaxud da ki, deyib, bax, o sağdakı kitablar 92-ci ildə biz yazmışdıq. Hələ süni intellekt yeni əmələ gəlirdi. Orada bir şeir var. Kompüterin yazdığı şeir. Heç valla da Ramiz Rövşən, Musa Yaqub, onları demirəm. Heç onların milyonda biridir. Heç elə bu adi cizmaqa